Ben İsmail Vatanane, Hazır kızıyım. Aile kurmuşam 2000'de, 2001'de uşağım dünyaya gelip, o da 50'di. Yoldaşım aile kurmuşam, evveler yaxşıydı, sonradan İsmailov Tarık Nərmanoğlu Lerik'dendi. Aile kurduktan sonra, elə bu ki, boşandık, incidirdi beni, dökürdü bizi, mənə dökürdü, uşağı dökürdü. Mən məcbur oldum, boşanmaya verdim. Boşandım, aliment kəsirdi. Alimentdən sonra gəldi ki, sənə də baxacam, uşağa da baxacam, mənə bağışlayın. Getdim, alimenti pozdurdu. Elə pozduran kimi getdi həyətdə, yağış yağırdı, soğuk ayları idi, qış ayları idi. Getdi həyətdə, qarın altında qoydu bizi, maşından düşüzülüb, elə bir maşından düşüzülüb, bizi içeri sürdü, getdi, qaldı həyətdə. Yəni qonşu, Allah kömək olsun, o girib itin salmağa içeri, görüb biz ikimiz də qalmış həyətdə, qar tökür üstümüzə. Tərləbəcə buradan ağarsan dedim, Tarık getdi, attı bizi bura, çıxdı, getdi. Hanım, neçə ildir ailə qurmusunuz? 2000'də ailə qurmuşam. Uşaq dünyaya gələndən sonra, neçə illərdən sonra başladı məni incitməyə. Qurşandı zibilə, ondan sonra başladı məni incitməyə. Ama çəkirdi də, neçə dəfə deyirdim, eləməginə, atginə, onun axırı yoxdur, mənə qulaq asmırdı. Elədiyin eləyirdi. Sonradan mən verdim boşanmaya, döyürdü, uşağı da döyürdü, məni də döyürdü. Verdim, boşandım, aliment kəsirdi. Bir neçə il alimenti aldım. Sonradan gəldi ki, mən bağışlaya bilməmişəm da sizi incitməyəcəm. Həmən şəxs özü də əlilli idi? Yox, yox, sağlam. Bəs əlil insanı necə döymək olar? Necə insan idi ki, siz döyüş gəncə verirmiş? Allah haqqı yalan demirəm. Mən evlənən müddətdə maşında aldı, Devonexiya, JK 9100 nömrəli maşında aldı. Ailə qurduğumuz müddətdə. Yəni pul verdik, aldıq da kreditlə təzə maşın götürdük. Yəni döydü, elədi, incitdi, verdim boşanmaya, boşandıq. Sonra gəldi ki, da incitməyəcəm sizi şeylə. Alimenti pozdurdu, alimenti pozduran kimi getdik ki, orada alimenti pozdurdu. Gəldi həyətdə, ikimiz də maşından düşüzdürdü, qoydu həyətdə, yağışın altına çıxdı, getdi. O gedən, bu gedən. Məhkəməyə icraya müraciət eləməliydiniz. Anam, icraçı deyir ki, pozdurmaydı. Mən tapa bilmirəm onu. Neçə dəfə zəng eləyirəm, deyirlər ki, mən tapa bilmirik onu. Çıxıb da elə bir yoxdur. Yalan bilmirəm, axtarmırlar, nə eləmirlərsə yanıma müraciət edir. Nereden indiyə qaldıra bilərsiniz? Necə eləyim, gedə bilmirəm, hamısı deyir gəl. Evə heç kim gəlmir və yeganə adam. Siz əlil olduğu üçün özləri yaxınlaşmalıdır sizə. Qurban olum, Allah haqqı mən yalan demirəm. Hansı rayondur? Binəqədi rayonu 6-cı mikrorayondur bura. Binəqədi rayonu Mir Mahmud Kazımovski. Bəli, bəli. Sizin məsələnizdə icraya müraciət edəndə icra özü yaxınlaşmalıdır. Əlillə bağlı qazilərə, şəhid ailələrinə, ümumiyyətlə ağır vəziyyət duranlara. Qurban olsun, mən sizə niyə şeylər... Başa düşürəm, biz demirik ki, siz yalan deyirsiniz, estağfurullah. Sadəcə olaraq qanun əsasında əlil insanların evinə özləri yaxınlaşır. Maşın tutub getmişəm bir dəfə şeyə, icra hakimiyyətinə ki, belə, heç əl arabası yoxdur evdə, əl arabalarını ala bilmirəm mən. Bunu qonşu alıb verib, Allah... Və necə yaşayırsınız belə, ana, bala necə yaşayırsınız belə vəziyyət? Evet, nətər? Evdə, sizə kimlər köməkliyir? Özüm pişirirəm, düşürürəm, evi təmizləmək, ulan hamısını özüm eləm. Bunu qaldıra bilmirəm, hündürdü, aşırısızmı gücüm çatmır. Əvvəl balacaydı, alırdım qucağıma, salırdım, aparırdım, gətirirdim. Başa düşdün ana? Mağazanıza da lazım olanda, o motorlu karaskanı qonşu mənə qoşulur, gedirib alıram, gətirirəm. Bəs kimə müraciət edirsiniz bu məsələ ilə bağlı? Hara müraciət edirsiniz? Kimdən kömək istəyirsiniz? Mənə köməklik eləsinlər, alimenti versinlər. Qurban olun. O adam məni gəlir, öldür, evin içində təkəm. Yəni, evə buraya gəlsə, o məni öldürəcək. Heç kimim yoxdur. Allah haqqı heç kimim yoxdur. Yəni, mən müdafiə edən bir adamım yoxdur. Deyirəm də döyür məni, təpiyə var, kalaskadan yıxılmışam, həyətdə qalmışam. Evin içində döyür məni, düşmüşəm, gelmişəm teykanın içində. Qonşular axır, qonşunun evində qalmışam. Alırdım, xaladan 2 ayını onu yığırdım. Yığırdamsın, götür aparırdı evin içine. Yalvardım, mən bu bir çörəkdir, vermirdi. Bax, Quran haqqı yalan demirəm, Allah haqqı yalan. Yox, estağfurullah, inanırıq sizə xanım. Yalnız sizin müraciətiniz alimentlə bağlıdır ki, Alimentə keçmiş həyat yoldaşınız alimenti
versin, Hə, övladıma ən azından köməklik göstərsin. Bir ata borcudur. bəli. Yəni alanda belə alanda, uşaq da belə olur, mənim günahım deyil ki. Kim istəyər ki, balası belə olsun? Amma boşanmışam, mən öz familiyam Azayevadır. Ata soyadınız. Ata soyadım Azayeva Təranə. Və niyə ər soyadına deyirsiniz? Hələ o familiyadayım, hələ onsuz da mənlə dalaşır ki, mən familiyamdan çıxıb ki. Aydındır. Başa düşdün onu.